Hər kəs salam, hər vaxtınız xeyir. Deməli, bugün sizlərə həyatı iki cür yaşayan insan var. Bunun haqqında danışmaq istəyirəm. Həyatı iki cür yaşayan insan var. Biri çətində olanda şikayət edərkən, digəri o vəziyyətdə belə şükür edir. Biri hər şeyi pulda, ehtirasda görərkən, digəri sevgidə, xoşbəxtlikdə görür. Eynisiylə biri həyatı bir ekran daxilində görərkən, digəri təbiətdə, gözəllikdə görür. Yeri gələndə biri pozğunu belə ürəkdən sevərkən, digəri tərbiyəlini belə aldatmağa çalışır. Bəli, həyat iki cür yaşayan insan var. Biri pis sözlərlə rəftar edərkən, digəri müsbət sözlərlə danışmağa çalışır. Biri həyatını mentalitetlərə sığdırarkən, dırnaq arasında, digəri hər düşüncəyə açıq olur. Hətta biri öz ölkəsi üçün can verərkən, digəri dünyaya vətən gözündə baxmağa çalışır. Həyatı iki cür yaşayan insan var. Biri yalanlarla həyatını qurarkən, digəri doğrularla yaşamağa çalışır. Qısacası, həyatı gözəl yaşamaq üçün həyata gözəl baxmaq lazımdır. Ümid edirəm danışdığım bu sözlər kimi gözəl düşüncələrə bir qığılcım olubdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.